Yəni qulluğu məhv eləmək üçün göndərmir. Qulun qulluğunu yoxlamaq üçün göndərir. Yəni bu quldur yoxsa qul deyil. Çünki qul, həqiqi qul, yəni Allahın dəstəyinə, Allahın yardımına layiq görülən qul o insandır ki, hər iki halda Allaha qulluq edər. İşləri yaxşı gətirəndə də və işləri gətirməyəndə də, problemdə də, bankrot olanda da, çətinlikdə də, hər bir anda. Yəni qulluq o demək deyil ki, yəni sadəcə işləri yaxşı gətirəndə qulluq eləsin. Çünki Allah Teala Quranda buyurur: "Və minən nasi men ya'budullaha ala harf." Yəni insanlardan ellər vardır ki, yəni bir tərəf üzərində Allaha ibadət edirlər. Yəni şəkk üzərində. Şəkk üzərində ibadət edirlər. Fe in asabetu xeyr itma'anna bi. Ona bir xeyir üz verdiyi zaman bununla təskinlik tapar. Yəni bu din yaxşı dindir ki, işlərim yaxşı gətirir, xurma ağacı bar verir, inəklər, yat heyvanlar bala verir. Və in asabetu fitnetun inqalaba ala vecihi. Amma ona bir fitnə, müsibət üz verdiyi zaman üz döndərər. Üz döndər, yəni əməlləri tərk edər. Allah Teala buyurur: "Xasira dunya vel axirə." O insan dünyasını və axirətini uduzmuşdur. Zalika huvel xusranul mubin və əsl xusran və əsl ziyana uğramaq da elə budur. Yəni insanın həm dünyasını və həmçində axirətini uduzmaq. Yəni bu qul sayılmadı. Yəni bu Allahın yardımına, dəstəyinə, köməyinə layiq görülən qul sayılmadı. Niyə? Çünki işləri yaxşı gətirən tanıdı və çətinliyə düşən kimi tərk elədi. Və bunun müqabilində Allah Teala buyurur: "Və izə məsəl insana durru da'ana li cənbihi aw qa'idan aw qa'ima." İnsana bir müsibət, çətinlik üz verdiyi zaman o bizi çağırar, dua edər, yalvarar. Oturduğu halda, uzandığı halda, ayaq üstə oldu. Yəni bütün hallarında insan yalvarar. Çətinliyə düşəndə. Fələmmə kəşəfnə anhu durrahu marra kəlləm yəd'una ilə durrin məssə. Allah Teala buyurur: "Nə vaxt ki biz ondan o müsibəti, çətinliyi qaldırar." Yəni o insan elə hərəkət edər ki, elə bil ki bundan öncə bizi çağıran, bizə yalvaran, dua edən o deyildir. Hər şey onudur. Çağırdı amma indi rahatçılığa çıxan kimi tərk edir. Kəzəlikə zuyyinə lil musrifinə mə kənu ya'malun. Və müsriflərə, günahkarlara və beləcə etdiyi əməllər gözəl göstərilmişdir.